Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda bugün keçirilmiş olan 15 Mart buraxılış imtahanı, 11 siniflər üzrə olan imtahanın riyaziyyat suallarının izahını verəcəm. Gəlin başlayaq 61 nömrəli sualdan. Bizə A və B çoxluqlar verilibdir. A-da olub B-də olmayan çoxluqların elementlərinin soruşur hansılarıdır? A-da var, deməli 1 var, B-də yoxdur. 1 olacaq. Hər ikisində olanlar gəl çıxaq da. A-da olub da B-də olanlar da çıxaq. Deməli 6 hər ikisində də var demək olar ki, 4 də hər ikisində var. Bizdə olacaq 1, A-da var amma B-də yoxdur. 3, A-da var, B-də yoxdur. 5, A-da var amma B-də yoxdur. Düzgün cavabımız B variantı. 62 nömrəli suala baxaq. Sual yaxşı düşməyibdir. Burada bizdən F3-ü soruşur. X-in yerinə 3 yazacaq. 2 vurulsun, 3 üzərinə gəlinsin 3. Bölünsün 3-ün kvadratı üstə gələ 2. Bu da 6'nın üstə 3 gələndə 9 edəcək. 9'un üzərinə 2 gələndə 11 edəcək. Düzgün cavab B variantı. 63 nömrəli sualda kəsirini ixtisar edin deyir. Surəti vurğulara ayırsaq 5A-4, bir də 5A üstə gələk 4 şəklində yazdıq. Məxrəcdə də 5A üstə gələk 4 var. Bunlar bir-birini götürdü. Düzgün cavabımız D variantı. 64 nömrəli sualda düzbucaqlının diaqonalların sayını soruşurdu. Düzbucaqlının nə qədər diaqonalı var? Əlbəttə ki, 2 dənə diaqonal var. E variantı. 65 nömrəli sual ifadəni vurğulara ayırın deyir. Buradan 12A-nı mötərizə kənarına çıxarsaq A çıxılsın 2 olacaq. Düzgün cavabımız burada nə var? C variantı. Gəlin baxaq 66 nömrəli suala. Vurulan zaman qüvvətlər toplanar. 16 üzərində 0,36-nı vursaq 16 üzərində 0,14-ə bu 16 üzərində bunlar toplandığı üçün deməli 0,5 edəcək. Düzdürmü? 0,5 nə deməkdir? Yəni 2-də 1 deməkdir. Vurulan zaman bunların qüvvətləri toplandı. 16-nı da 4-ün kvadratı kimi yazsaq, bunlar bir-birini götürdü. Düzgün cavabımız 4 olacaq D variantı. Gəlin baxaq 67 nömrəli suala. 4-cü rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-cü rübdə yerləşən bir A nöqtəsi götürək. Bu A nöqtəsindən absis oxuna qədər, yəni X oxuna qədər olan məsafə 4. Koordinat oxu, yəni Y oxuna qədər olan məsafə isə bu Y oxudur. Buna qədər olan məsafə isə 6 imiş. O zaman bizim bu nöqtəmizin koordinatları nə olacaq? Sağa 4 vahid gəldiyi üçün X-imiz 4. Aşağı 6 vahid sürüşdüyü üçün 6. 4-ə mənfi 6 olacaq. Bizə nə soruşur? A nöqtəsinin koordinatını tapın. Üzrü sayı bu şeyə qədər məsafədir. Buradan bura olan məsafə 4-dür. Buradan bura olan məsafə 6-dır. Yerini səhv yazdıq, yerini dəyişik yazdıq. Bu hissə 6-dır. Bəli. Yəni demək istəyir ki, 6 vahid sağa gedib, aşağı nə qədər düşübdür? 4 vahid də aşağı düşübdür. Aşağıda olduğu üçün mənfi 4, sağda olduğu üçün müsbət 6. Koordinatlarımız olacaq 6 ilə mənfi 4. Düzgün cavabımız E variantı. 68 nömrəli suala baxaq. Permutasiya 4-dən 4 nə deməkdir? Permutasiya 4-dən 4, 4 faktorial deməkdir. 3-dən 3, 3 faktorial deməkdir. 4 faktorial 1 vur, 2 vur, 3 vur, 4, yəni 24-dür. 3 faktorial isə 6 deməkdir. Bunları toplasaq 30 edəcək. Düzgün cavabımız B variantı. 69 nömrəli suala baxaq. A çoxluğunda 9 dənə element var. Bu bizim A çoxluğumuz olsun. B çoxluğu A çoxluğunun A çoxluğu olduğuna görə bunun içində də B çoxluğunu çəkdik. Bizə deyir ki, B çoxluğunda 4 element var. A çoxluğunda toplam 9 element olduğuna görə bura nə qədər qalacaq? 5 dənə element burada qalacaq. Mənə deyir ki, A çoxluğundan təsadüfən seçilmiş 2 elementin. A çoxluğundan 2 dənə element seçirəm. Toplam A-da nə qədər element var? 9 dənə. 9 dənə elementdən ikisini seçirəm. Və məndən istənilən nədir? Həmən elementin A-da olub B-də olmayan çoxluğa daxil olsun. A-da olub B-də olmayan çoxluqlarımızın sayı nə qədərdir? 5 dənə. Mən bu 5 dənədən ikisini seçərəm. Məxrəcdə oldu kombinezon 9-dan 2. Bu necə hesablanır? 9 vurulsun 8. 2 vahid geri gidirik. Bölünsün 2 faktorial. Surətdə 5-dən 2 nə deməkdir? 5 vurulsun 4. 2 vahid geri gidirik. Buradan 2'lər ixtisar gedəcək. 5 vurulsun 4 bölünsün. 9 vurulsun 8 qalacaq. Bunlar da ixtisar gedəcək. 2 qalacaq. 18'də 5. 18'də 5 düzgün cavabımız B variantı.
70 nömrəli suala baxaq. Trapesiyanın sahəsini bizdən soruşurdu. Buradan bir dənə düz xətt çəkərəm. Buradan düz xətt endirdiyimiz zaman 2 buradsa 4 olması üçün bura nə çatışmır? 2 çatışmır. Deməli, bizə nə soruşur? Heç buna da ehtiyac yoxdur. Trapesiyanın sahəsi oturacaqların cəminin yarısı vur hündürlükdür. Oturacaqlarımız 2-dir. Digər oturacağımız 4-dür. Topla böl 2 vur hündürlük. Hamısını da bizə veribdir, sağ olsun. Bu deyəcək 6-nı 2-yə böləndə 3, 12-yə vuranda 36 E variantı. 71 nömrəli suala baxaq. ABC üçbucağında C bucağı 90 dərəcədir. Kosinus alfanın tangens betaya vurmaq bizdən soruşur. Kosinus alfa bitişik katetin hipotenuza olan nisbətidir. Yəni A'nın C olan nisbətidir. Tangens beta isə qarşı katetin bitişik katete olan nisbətidir. Yəni buradakı beta A'nın B olan nisbətidir. Kosinus alfanın cavabı A bölək C'dir. Bu birisi A bölək B'dir. A bölünsün C'ni A bölünsün B'ye vurduğumuz zaman cevap A kvadrat bölünsün BC olacaq. Yəni A variantı. Gəlin baxaq 72 nömrəli suala. Kimsə burada barmağı düşübdür da. Bunu necə yazarıq? Məndən kosinus 20'ni veribdir. Mən bu kosinus 20'ni kosinus 2 vurulsun 10 kimi yaza bilərəmmi? Oldu nə? Kosinus 2 alfanın açılışı. Kosinus 2 alfanın açılışı nə deməkdir? Kosinus 2 kosinus kvadratı, daha doğrusu 2 sinüs kvadratı alfa çıxılsın 1. Daha doğrusu ya bunu belə yazarıq, yanlış yazdım. Kosinüs 2 alfanı yazırıq, kosinüs kvadratı alfa çıxaq, sinüs kvadratı alfa. Belə yazdıq mı bunu? İndi bax. Buradan kosinüs kvadratı alfanı 1 çıxaq, sinüs kvadratı alfa yazıram. Çıxılsın bir də sinüs kvadratı alfa. Bunu yazdım. Oldu nə? 1 çıxılsın 2 sinüs kvadratı alfa. Vəssalam. İndi bizə nə soruşur? Sinüs 10'u soruşur. İndi bizim alfamız 10 dərəcədir. Diqqətlə bax. Burada alfa yazmışam. Hamısının yerində 10 yazacağım. Sinüs 10, sinüs 10, sinüs kvadratı 10. Kosinus 2 vurulsun 10. Yəni kosinus 20'nin cavabı nə oldu? 1 çıxılsın sinüs kvadratı 10 oldu. İndi kosinus 20'nin cavabı A'dır. A bərabərdir 1 çıxılsın sinüs kvadratı 10 dərəcə. Buradan sinüs kvadratı 10 dərəcəni sola göndərsək, olacaq sinüs kvadratı 10 dərəcə bərabərdir 1 çıxılsın A'ya. Burada da 2'miz var, bunu unutmayaq. 2 sinüs kvadratı 10 dərəcə bərabərdir 1 çıxılsın A'ya. Buradan da deməli sinüs kvadratı 10 dərəcəmiz bərabərdir 1 çıxılsın A bölünsün 2'yə. Nəyin kvadratı 1 çıxılsın A bölə 2'dir. Buradan sinüs 10'u tapası olsaq, kök altına salmalıyıq. 1 çıxılsın A bölünsün 2 cavabımız düzgün cavab C variantı olacaq. 73 nömrəli suala baxaq. Kosinus 271 dərəcə ilə tangens -187 dərəcələrinin müqayisəsi bizdən soruşulur. Daha doğrusu işarələri təyin etmək. 271 dərəcə hara düşür? 270 dərəcə buradır. 271 dərəcə burada kosinus sağ tərəfdə olduğu üçün kosinusumuzun cavabı müsbətdir. Yəni A'mız müsbət olacaq. Tangens -187. Tangens onsuz da tək funksiya olduğu üçün mənfini qabağa atacaq. Olacaq mənfi tangens 187. 187 dərəcə bura düşər. 3-cü rübə. 3-cü rübdə tangens müsbətdir. Amma mənfiyə dəydiyi üçün mənfi olacaq. B'miz də mənfi oldu. A'mız müsbət, B'miz mənfi. Cavabımız bu formada olacaq. A'mız müsbət, B'miz mənfi deyirəm. Yanlış yere yazıram. Yəni A variantı. Deməli burada uzunluğu 500 metr və 300 metr olan iki tuneldən birincisinin son nöqtəsi ilə ikincinin başlanğıcı nöqtəsi arasındakı məsafə 15 kilometrdir deyir. Uzunluğu 200 metr olan və sürəti 64 kilometr olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar deyir. Deməli qatarımız yeri bura. 500 metr bunun uzunluğudur. Qatar gəlin görək nə qədər yol gedib. Qatar tuneldən girib çıxdığı ana qədər birinci bu tuneli keçmək üçün 500 metr buradan yol gedib. Üstünə gələk 15 kilometr buradan bura yol gedibdir. 15 kilometr neçə metr deməkdir? 1500 metr deməkdir. Daha doğrusu 1 kilometrimiz 1000 metrdir. 15.000 metr burada gedibdir. Üstə gələk 300 metr bir də gedibdir. Amma qatar buradan çıxdığı sayılırsa qatarın öz uzunluğu da var. Qatar burnu buradan çıxmaq sayılmır. Qatar tam çıxmalıdır. Tam çıxırsa öz uzunluğu da 200 metrdir. 200 metrdə üstünə gələrəm.
Toplam nə qədər elədi bu? 300, 200, 500, 500, 500, 1000, 1000 üzərinə 1500, daha doğrusu 15.000 gələndə o da oldu neçə min? 16.000. 16.000 deməli bizim nəyimiz olacaq? Yolumuzun uzunluğu metr olaraq. Yolumuzun uzunluğu 16.000 metrdir. Kilometraj olanda 16 kilometr deməkdir əslində bu. Mənə də deyir ki, sürəti 64 kilometrdir. Sürətimiz də 64'dür. Zamanı tapmaq üçün belə bir düsturumuz var. S bərabər VT. Zamanı tapmaq üçün yolu 16'nı sürətə bölmək lazımdır. Yəni 64'ə böləcəyik. Cavab 4'də 1 edəcək. Zaman 4'də 1 elədi. Amma bu bizim zamanımız saat olaraq zamandır. Bu bizdən deyir ki, neçə dəqiqə. Bir saatimiz 60 dəqiqə olduğu üçün 60'a da vursaq, bunlar ixtisar gedəcək, cavabımız 15 olacaq. Yəni 15 dəqiqəyə çıxıb tuneldən gedə bilər. Gəlin 75-ci suala baxaq. Buradan 2 3 üzərinə alacaq. Olacaq loqaritma 2 əsasdan x-in kvadratı çıxaq. 3 loqaritm 2 əsasdan x plus 4 bərabər 2'nin kubu, yəni 8. 8'i sola göndərsək, loqaritma 2 əsasdan x-in kvadratı 3 loqaritma 2 əsasdan x çıxılsın 4 sıfıra bərabərdir. Buradan köklərimiz bir kökümüz olacaq deməli 4. Digər kökümüz olacaq -1. Niyə? Vuran zaman -4 toplayanda 3 alınsın deyə. Buradan x'i tapsaq birinci kökümüzdən 2 üzərində 4 yəni 16 edəcək. Digər kökümüzü buradan tapsaq x bərabərdir 2 üzərində -1 yəni 2'də 1 edəcək. Bizə köklərin hasilini soruşurdu burada. Köklərimizin hasili olacaq 16'nı 2'də 1'ə vursaq 8 cavabımız olacaq. Gəlin bax 76 nömrəli suala. Bərabərsizliyi həll edin deyir. Köklərimiz nədir burada? 7 ilə -1. Ətəd oxunda bunları qeyd edirik. İşarə təyin eləməliyik. Qarşısı müsbət olduğuna görə plus minus plus bizə tam həllərin cəmini soruşur. -1-dən 7 arasını götürəcəm. Niyə? Çünki bizdən kiçik aralıq soruşulduğuna görə. -1-dən 7 arasında kim var? 1 var, 2 var, 3, 4, 5, 6. Bunları toplasaq, deməli, bu elədi 6, 10, 15, 21 cəmi edəcək. Gəlin baxaq 77 nömrəli suala. Oturacağın perimetri 15, yan tili 9 olan düz prizmanın yan səthinin sahəsini tap. Yan səthinin sahəsinin düsturu oturacağın perimetrini hündürüyə vurmaq deməkdir. 15'i sadəcə 9'a vurasınız. 9 dəfə 5'im 45. Bir dəfə 9'um 9. 135 cavabı düzgün cavabımızdır. 78 nömrəli sual. Yenə loqaritmaya aid bir sualdır. LC 100 nə deməkdir? LC 100 demək onun kvadratı olduğundan cavab 10 edər. Bir dəqiqə üzr istəyirəm. Onun kvadratı olduğundan, bunun da ayağında loqaritma olduğundan 10 ayaqdan. Onlar bir-birini götürər 2 edəcək. 2'nin üzərinə 7 gələndə 9. 9'dan nə çıxar? 3 çıxar. 14 üstə gələk 2 loqaritma 3 əsasdan 3. 3'lər bir-birini götürdü. 1 edəcək. Bir dəfə 2'im 2 edəcək. 2'nin üstünə 14 gələndə 16 edəcək. 16'dan da nə çıxacaq? 4 çıxacaq. Ən sonda əlimizdə loqaritma 2 əsasdan 4 var. Bunun da cavabı 2 olacaq. Son suallarımızda gəlin baxaq 79 nömrəli suala. Katetləri 6, 8 olan düzbucaqlı üçbucağın böyük kateti ətrafında fırlanmasında. Böyük katet hansıdır? Böyük katet budur. 8 olsun. Bunun ətrafında fırlanmasından alınan figur konusdur. Konusun bizdən yan səthinin sahəsini soruşurdu. Yan səthinin sahə düsturu pi r-l'dir. Yəni radiusumuz 6'dır. Pi'ni yazıram. Elimizdə 10'dur. Cavabımız 60 pi edəcək. 80 nömrəli suala baxaq. Samir hər birinin satış qiyməti 200 manat olan, 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqısı 1000 manatdır. Bundan əlavə satıldığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Yanvar ayında onun əmək haqqısı 1400 manat, fevral ayında isə 1560 manat oldu. O fevral ayından yanvar ayınadək neçə ədəd çox filtr satmışdır. O fevral ayında yanvar ayındakından neçə ədəd çox filtr satıbdı. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrləri satıldığı mağazada işləyir. Onun sabit əmək haqqısı 1000 manatdır. Deməli bax, Samirin satdığı filtrin qiyməti 250 manatdır.
O hər filtrdən deyir 4% qədər bonus alar. Samirin özü maaşı 1000 manatdır. Maaş 1000 manatdır. Bu stabildir, düzümü, dəyişəsi bir şey deyil. 250 manatdan görək bu 4% qədər bonus alır. 250-nin 4% nə qədər eləyər? Bunun 4%-ni tapası olsaq, deməli onu 5-ə bölsək 2, 25-i 5-ə bölsək 5, 2, bu da 10 eləyər. Demək bu hər filtrdən nə qədər qazanır? 10 manat bonus pul qazanır. Bax, bu hər filtri satanda 5%, daha doğrusu 4%, 10 manat edir. 10 manat pul qazanır. Yanvar ayında bu deyir ki 1400 manat pul alıb. Yanvar ayında 1400 manat pul alıb Samir. Samirin maaşı axı 1000 manatdır. 1400 aldığına görə 1000 manatı çıxsaq, bu 400 manat demək bonuslardan pul yığıb. O hər filtrə 10 manat qazanırsa, 400 manatda görək nə qədər filtr satıb ki, bu 400 manat qazanıb. 400-ü 10-a bölərəm 40. Demək 40 dənə filtr satıb. Fevral ayında 1560 manat qazanc əldə edib. 1000 manat maaşını çıxsaq 560 edəcək. Bunu da 10-a bölsək görək nə qədər edir? 56 dənə filtr satıbdır. Əvvəl 40 olub, sonra 56, 16 ədəd bundan daha çox filtr deməli qazanıbdır. Gəlin baxaq 81 nömrəli suala. Printer bir səhifəsi rəngli, bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Deməli, bizim bir dənə kitabımız olsun. Kitabımızda həm rəngli səhifələr olsun, həm də rəngsiz səhifələr olsun. Bu rəngli səhifə olan hissə olsun, tutalım ki. Bu da rəngsiz olan hissə olsun. Gəlin görək bunlarda nə qədər var. Rəngli səhifələrimizin sayı, rəngli səhifə. Rəngli səhifələrin sayı x olsun. Rəngsiz səhifələr toplam bizim bu kitabı verdiyinə görə rəngsizə nə qədər qalacaq? Rəngsizə də qalsın 40 minus x. Çünki 40 səhifə çap olunacaq axı. 40 səhifə çap olunacaq. Bunun x-i rənglidirsə 40 minus x də rəngsiz olsun. İndi bu deyir ki, yarım saat rəngli kağızı 50 saniyəyə çıxardıbdır. Ağ-qara kağızın birini 30 saniyə çap edir. Yarım saat nə qədər deməkdir? 30 dəqiqə demək. Bunu saniyəyə çevirsək, 30-u 60-a vursaq 1800 saniyə deməkdir. Toplam 1800 saniyə müddətində 40 səhifə çap edib. Rəngli, rəngsiz 40 səhifə. Deməli, rəngli x qədər çap edib. Rənglini 50 saniyə çap edir. 50 saniyəyə vuraram x-ə, görüm nə qədər rəngli olub. Üstünə gələk. 30 saniyəyə rəngsiz nə qədərdir? 40 minus x. 40 minus x-ə vuraram. Toplam bu nə qədər zaman sərf edib? Nə qədər səhifə? Deməli, 40 səhifə çap edəcək. İndi bax, bu tənlikdə aldığımız cavab bilsə nəyin cavabıdır? Bir səhifə, x-in səhifəsinin sayını bilmirəm. Bir səhifəyə 50 saniyə vaxt keçirsə, 2 səhifəyə 100 saniyə vaxt keçər. Bu, keçirilən vaxtdır. 50 saniyə buna vaxt sərf olunub. Rəngsizə 30 saniyə zaman sərf olunub. Toplam sərf olunan zaman 1800-dür. Ona görə buna bərabər edirəm. Oldu 50x üzərinə gəlinsin 1200 çıxılsın 30x bərabərdir 1800-ə. Bunlar gedəcək 20x bərabərdir 600-ə, x də bərabərdir 30-a. Deməli, x 30-dursa, 40-dan da 30 çıxsaq nə qədər qalacaq? 10 dənə. Deyir ki, neçəsi rənglidir? Rəngli olan 30 olacaq cavabımız. Gəlin, baxaq növbəti suala. Çevrəyə aid bir sualdır. Buranın qiymətini kök altında 5 veriblər. Buranın uzunluğunu nə qədər veriblər? 1 veriblər. Burada toxunan kəsən qaydasına görə mən buranı uzatsam. Bax. Toxunanın kvadratı bərabərdir. Kök altında 5-in kvadratı bərabər. Çevrəyə qədər olan hissə vurulsun hamısı deyə bir qayda var. Bura bir x desək 1 plus x. 5 bərabərdir 1 vurulsun 1 üzərinə gəlinsin x-ə. X-in qiyməti 4 olar. X-i 4 tapdıq. Bu uzunluqda 1-dir. Mən buradan buna bir perpendikulyar çəksəm, vətərə perpendikulyar çəkəndə bunu yarıya bölürəm. 2, 2. Bu nə qədərlərdir toplam? 3. Demək ki, bu kvadrat alınır. Həmişə demişik burada.
3 olacaq bizim radiusumuzun uzunluğu. 80 nömrəli suala deyir ki, dənizin A və B məntəqələrində olan gəmilər, nəysə, orası bizi ilgiləndirməz. Bizə rəqəmlər lazımdır. D-yi 12-yə bərabərdir. D-dən Y-yə. Bura 12 imiş. A-d 9-dur. Bu uzunluq 9-dur. Sonra B-d 20-dir. B-d bu uzunluq 20-dir. O zaman gəl biz Pifagor teoremindən buranı tapaq. 20 nə deməkdir? 4 vurulsun 5. Bura 4 vurulsun 3. Burada 4 vurulsun 4-dən 16 eləyər. Mən buranı tapdım. Sonra oxşarlıqda belə bir qayda var. 16-nın baxdığı tərəfə 16x deyərəm. 9-un baxdığı tərəfə 9x deyərəm. Kəpənək qaydasına görə. Toplam 25x. 25x 20-yə bərabər oldusa, x-in də qiyməti 20 bölək 25-dən, bunlar ixtisar gedir 4 bölək 5 qalar. Mənə dığıcı məsafəsi soruşulduğu üçün, düzdürmü? D məntəqəsindən bir dəqiqə trajektoriyanın C kəsişmə nöqtəsindən, bəli, C-dən D-yə qədər məsafə. Bizdən 9x lazım olduğu üçün 9-u 4-ə vurub 5-ə böləcəm. Cavab 36 bölünsün 5 olacaq. Gəlin baxaq 84 nömrəli suala. Nə qədər məsələ var? Bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, gediş-dönüş təyinatlı biletin qiyməti 180 manatdır. Burada tək istiqamətli biletin sayıdır. Bəli. Biletin qiyməti 150 manatdır. Geniş-dönüş qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayn bu şirkətdən aldığı biletlərin sayı göstərilibdir. Onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayn aldığı tək istiqamətli biletin sayını tapın. Gəl belə edək. Tək istiqamətli bilet 150 manat deyil. Görək bunlar nə qədər pul xərcləyiblər. 18 çıxılsın x-in üzərinə x plus 4 gəlsək 22. Demək bunlar tək bilet, tək istiqamətli biletdən 22 dənə alıblar. 180. Buna heç ehtiyacımız yoxdur. Belə yazaq da, tək istiqamətli bu alıb da, Asifin xərclədiyi pullar burada yatırıb. Asif 18x sayı qədər bilet alıbdır. Bu tək istiqamətlidir. Tək istiqamətli 150 manat. 150 manatı vuraram 18 çıxılsın x-ə ki, görüm nə qədər bunun xərci çıxır. Üstə gələk. 180 manatı vuraram. Niyə 180? Çünki bunun qiyməti 180 manatdır. 180-i x-ə bərabər olacaq. Nurayın xərclədiyi pul 150 vurulsun x plus 4-ə. Üstə gələk 180 vurulsun 15x. 15 çıxaq x-ə. Bax, bu tənliyi həll edəcəm. Deməli, sol tərəf həll etsək, 2700 çıxılsın 152x, üstə gələk 182x bərabər olacaq. Sol tərəfi təkcə həll edirəm. Olacaq 2700 üstə gələk 30x. Bu kim idi? Asif. Asifin xərclədiyi pul. Nurayın xərclədiyi pul hesablasaq, Nurayın xərclədiyi də budur. Olacaq 152x, üstə gələk 600, üstə gələk 2700, çıxılsın 182x, bərabərdir 3300, çıxaq 30x. Bu da Nurayın xərclədiyi pul. Bunlar bir-birinə bərabər olacaqmış. 3300, çıxaq 30x. Buradan 60x nəyə bərabərdir? 3300-dən çıxıram 2700. Sıfırlar buradan getdi. 60x nəyə bərabərdir? 0, 0, 33-dən 27 çıxanda 600. X də buradan bərabərdir 10-a. Nurayın tək istiqamətli aldığı biletlərin sayı soruşulurdu. 10 üzərinə 4 gələndə cavab 14 edəcək. Gəlin baxaq sonuncu 85 nömrəli sualımıza. Aqil boş taxıla birinci gün 1 ədəd 50 qəpiklik, 2 ədəd 20 qəpiklik, 3 ədəd 10 qəpiklik metal pul atdı. O növbəti günlərdə daxıla atdığı hər növbəti qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Neçə gündən sonra daxılda cəmi 48 manat pul olacaq. Deməli, Aqil birinci gün 1 ədəd 50 qəpiklik, bir dənə 50 qəpiklik, 2 dənə 20 qəpiklik, 3 dənə 10 qəpiklik atsa, birinci gün bundan nə qədər qəpik atmış olacaq? Demək ki, düz hesablasaq 120 qəpik birinci gün atıb.
İkinci gün bundan deyir ki, hər gün, hər növbəti gün bir ədəd artırıbdır qəpiyin sayını. Yəni 2 dənə 50 qəpiyi artırıb, 3 dənə 20 qəpiyi atıb, 4 dənə 10 qəpiyi atıb. 100 üzərinə gələk 60, üzərinə gələk 40, bu səfər 200 edəcək. Növbəti 3-cü gün isə nə qədər bir yenə artırsaq, 3 dənə 50 qəpik, 4 dənə 20 qəpik, 5 dənə 10 qəpik. Bu da edəcək 150, üstə gələk 80, üstə gələk 50, bu da 280. Fikir versəz, 120 olub, 200 olub, 280 olub. 80 arta gedib, bu ədədi silsilədir. Birinci həddimiz oldu 120. Silsilə fərqimiz 80-dir. Bizə deyir ki, neçə gündən sonra 48 manat pul olacaq. 48 manat nə deməkdir? 48-i 100-ə vuracam, 1 manatım 100 qəpikdəndir da. Olacaq nə qədər? 4800, düzdürmü? 4800. SN bərabər 4800 yazaq. SN-in düsturu nətər idi? 2A1 üzərinə gələk N çıxaq 1 vurulsun D bölək 2 vuraq N. Cavab eləməlidir 4800. A1-imizin qiyməti 120-dir. 2 vurulsun 120 üzərinə gəlinsin. N çıxaq 1 vurulsun. D-mizin qiyməti 80-dir. Bölünsün 2 vurulsun N. Cavab eləməlidir 4800. 2-ni 120-yə vuranda 240. Buradan sıfırlar ixtisar aparsaq, 2-yə də bölsək hər birini, 12 üzərinə gəlinsin 4 vurulsun N çıxaq 1 vurulsun N bərabərdir 480-ə. Buradan deməli mötərizəni açsaq 12N üzərinə gələk 4N kvadratı çıxaq 4N çıxaq 480 sıfıra bərabərdir. 4N'in kvadratı üzərinə gələk 8N çıxaq 480 sıfıra bərabərdir. Hər tərəfi 4-ə bölsək, buradan köklərimiz deməli vuranda mənfi 12 ilə 10 olacaq. Bizə də deyək ki, neçə gündən sonra N'imiz gündür. Günümüz mənfi olmayacağına görə cavabımız 10 olacaq. Çətin idimi? Bəli. Buraxışdan biraz çətin idi. Və belə işlə neçə dəqiqəyə bitirdik? 28 dəqiqəyə mən bitirdim. Hələ ev şəraitində bitirdim yarım saata. Şagirdlərin də hər suala, axır sualları 2 dəqiqə vaxt sərf eləsələr, biraz bəli, sual çətin idi. Yəni sınaq çətin olub. Ətrafı hissəsi.